Həkimə gedirsən, check-up eləyirlər. Bizim tanış bir həkimimiz var. O deyir ki, biz ilk növbədə xərçəngi yoxlayırıq. Hər şey üçün müraciət edirsən, o xərçəng şübhəsi gəlir. Deyir ki, get filan müayinədən keç. Get məsələn mədəvə baxsınlar. Mən soruşdum bir dəfə ki, xərçəngi, yəni bu qədər ehtimalı çoxalıb xərçəngin. Dedi ki, yox, ehtimal çoxalmayıb. Bizim metodikamızda bundan arxayın olaq, qalan şeylər asan məsələ. Bundan arxayın olaq. Ona görə gedirdik bir dənə baxdıraq, arxayın olaq ki, səndə onkoloji bir xəstəlik yoxdur, xərçəng yoxdur, başqa şeyləri müalicə eləyək. Mənəvi cəhətdən necədir? Bundan arxayın olaq ki, məndə həsəd yoxdur, onkoloji problem yoxdur ruhumda. O bir işlərlə məşğul olaraq onları həll edərik. Əsas müayinə budur. Əsas müayinə budur. Bu varsa heç nə, ölümcül xəstəsən, əlac axtar. Amma məsələ odur ki, onkoloji xəstə çox vaxt əlacı olmasa, həsədin hər şeyin əlacı var mənəvi xəstəliklər. Hər şeyin əlacı var. Əsas tapasan və gedib Allaha təqdim edib, yapışasan ki, mən bundan yaşamaq istəmirəm. Bunun toxumun mənim ürəyimdən çıxar. Bunu tapasan, bundan arxayın oldunsa, özündən heç vaxt arxayın olma. Yəni arxayın oldularsa səndən, qalan şeylər düzələcək. Qalan xəstəliklər xırda məsələdir. Həll olunacaq. Bunu çox demişəm, 100 dəfə demişəm, 101-ci dəfə də deyim. Bundan sonra belki 200-cü dəfə də deyəcəm. Bəzi sözlər var, deyilməlidir. Təkrar deyilməlidir.